Yeter ki qazilərim unudulmasın. Qazilərimin döydüyü qapılar bağlı olmasın. Qazilərin özünü həlak etməsin, özünü öldürməsin. Axı onların da yaşamaq haqqı var bu vətəndə. Çünki onlar bu vətən üçün, bu dövlət üçün canlarını fəda etdilər. Allah hər birinizə kömək olsun ki, yaşadırsınız, yaşatmağı bacarırsınız. Sizə də təşəkkür edirəm, o qədər sizə minnətdaram. Sizin o aparmağınız, sizin o elə çəkməyiniz, elə sizin ifadə ilə, o yanğı ürəyinizlə mən sizə təşəkkür edirəm. Mən deyim ki, bu qardaşımız Birəsuvardan gəlir. Mən ona təşəkkür edirəm. Vətənin, var olsun. O torpağın adını yaşadan oğullar var olsun. Borcumuzdur, var olasın. Təşəkkür edirəm ona. Buyur. Mən də Şəhbarla yol necəli kəndilirəm. Əmrullah Rəzamdan saçma. 3 uşaq soyulub. Hamısının canı sağlırsın. Sağ ol, Allah böyüsün. Köçün. İstəyirəm, deyəcəyəm, çox sağ olun ki, siz bu şəhidləri yerdə salırsınız. Sağ olun. Var olasın. Buyur. Yasemin xanım yanında daimi olan hörmətli xanım. Mən Yasemin Qəyyumlu qayğıya ehtiyacı və əlilliyi olan şəxslərə dəstək ictimai dövlət təsisi və Respublika sədriniz. Anamızın bir olduğu çıxışı həqiqətən də bu fikirlərimi deməyə məni vadar etdi. Tarixin müəyyən məqamlarına nəzər salsaq, vətən uğrunda gedən döyüşlərə gəlib çıxardır. O döyüşlər əbədi getmir, müəyyən vaxt ərzində gedir. Amma müəyyən vaxt ərzində o döyüşlərdə yüzlərlə oğullarımız, qızlarımız vətən uğrunda canlı fəda edir. Kimisi canını qurban verir, kimisi sağlamlığını qurban verir, kimsə sağ-salamat geri dönərək vətən uğrunda mən də döyüşdüm deyib sıramıza qatılır. Amma nə olursa olsun, istər 1-ci Qarabağda, istər 2-ci Qarabağda fərq etməz. Düşmənlərimizə qalib gəlmək üçün, torpaqlarımızı düşməndən azad edib, bugünkü zəfərimizə çatmaq üçün vətən uğrunda gedən bütün şəhidlər hər birimiz üçün şəhiddir. Hər birimiz üçün unudulmaz qəhrəmanlardır. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Bu masa arxasında oturan hər bir xanımın sinəsində bir yarası var. Vətən uğrunda qurban verdiyi şəhidin həsrəti, acısı. Və o həsrət, o acı təbii ki, onlar dünyanı tərk edənə qədər onlarla olacaq. Amma gəlin səbirli olalım, gəlin dözümlü olalım, gəlin onları yaşatmaq üçün belə ayaqda qalalım. Sağ olsun Ziyafət xanım və sağ olsun bu işlə əmək olan bütün təşkilatçı insanlar beləcə şəhidlərimizin yadigarlarını bir araya toplayır, onların bir fikrini alanda belə sanki onların içindən bir yükü götürür. Yasemin xanım, bunu tək özüm təşkil eləmişəm və mənə də gəl birlikdə olaq deyən şəhidimizin bacısı Oktayın Xavər xanım oldu. Bu birliyi biz dəfələrlə eləmişik, bunları unutmayaq.